Evinizdə televizorunuz var və ekranına görə hansı məsafədə əyləşməlisiniz ki, gözünüzə zərər verməsin? Bir sadə formulu var. Televizorun diaqonalını hesablayırsınız və onu 1,2, 1,6 arası bir koeffisiyentlə vurursunuz və təqribi olaraq sizə məsafə, məsələn tutaq ki, 70 inç, yəni 70 düymlük bir diaqonalı televizorunuz varsa, bu təqribən santimetrə çevirəndə 170-160 civarında olur. Və bunu 1,2, 1,6-ya vuranda, yəni ki 2,10, 2,50 santim minimum məsafə olması lazımdır ki, gözünüz yorulmasın. Evdə bunu rahatlıqla hesablaya bilərsiniz. Eyni zamanda bu telefonlar üçün də keçərlidir. Telefonlar üçün də tövsiyə edəcəyim məsafə 35 santim minimum olsun. Daha uzaq olarsa daha da yaxşı. Ən önəmli tövsiyəm isə mümkün qədər bunlardan az istifadə etməyinizdir.